Akıl Baktası kanalında size hoş geldik. Allahın peçenyeləri. Baharın gəlişi ilə düzənlikdəki alma ağacı çiçəklərə bürünmüşdü. Səhər idi və günəş otlaqdakı şeh damcılarında parlayırdı. Balaca ayı yuvasından çıxıb ətrafa baxdı və heyrətlə qışqırdı. Vay, Allahım, buranı nə qədər gözəl etmisən. Balaca ayı başını qaşıyıb düşündü. Bu qədər gözəlliyi üçün Allaha necə təşəkkür edə bilərəm? Sevinclə dostlarının yanına, kirpi və qarğanın yanına getdi. Düzənliyi onlara göstərib soruşdu. Sizcə Allaha təşəkkür etmək üçün nə edə bilərəm? Qarğa dedi. Ən yaxşısı Allaha peçenye bişirməkdir. Kirpi isə etiraz edib dedi. Yox, ən yaxşısı hər kəsə qarşı mehriban olmaqdır. Allah mehribanlığı peçenyədən çox sevir. Balaca ayı düşündü. Hamıya mehriban olmaq çox çətin işdir. Kirpiyə baxıb dedi. Mehriban olmaq başqa vaxta qalsın. Yaxşı, bu dəfə Allaha peçenye bişirəcəyəm. Qarğa güldü. Kirpi qaşqabağını tökdü və nəsə demək istəsə də demədi. Sadəcə çiyinlərini çəkib getdi. Balaca ayı yuvasına qayıdıb işə başladı. 7 ədəd peçenye bişirib səbətə yığdı. Daha sonra yuvasından çıxıb qarğadan soruşdu. İndi bu peçenyeləri hara aparım? Qarğa gülümsəyib dedi. Onları təpənin üstünə qoy və tez qayıt ki, Allah onları götürəndə utanmasın. Balaca ayı səbəti başına qoyub təpəyə tərəf getməyə başladı. Qarğa da onun arxasınca. Yolda bir ceyran balası kolun arxasından çıxdı. Ayıya salam verib dedi. Peçenyələrin ətri necə gözəldir. Birini mənə verərsənmi? Balaca ayı sevinclə düşündü. Əlbəttə ki, gözəl qoxurlar, çünki bunları Allah üçün bişirmişəm. Qarğa irəli gəlib sərt şəkildə dedi. Yox, bu peçenyelər Allaha məxsusdur. Lakin balaca ayı kirpinin sözlərini xatırlayıb öz-özünə dedi. Əgər ceyran balasına mehribanlıq göstərsəm, Allah daha çox sevinər. O, ceyran balasına bir peçenye verdi. Qarğa narazı oldu, amma heç nə demədi. Ceyran balası təşəkkür edib dedi. Allah səndən razı olsun, balaca ayı. Bu duadan balaca ayının ürəyi çox sevindi. Öz-özünə dedi. Mehriban olmaq o qədər də çətin deyilmiş. Balaca ayı yenidən yola düşdü. Qarğa arxasınca getdi. Bu vaxt bir sincab qabağına çıxdı. Balaca ayıya salam verib dedi. Bu necə gözəl qoxudur. Bir peçenye verə bilərsən? Qarğa əsəbi halda dedi. Yox, bu peçenyelər Allaha məxsusdur. Balaca ayı düşündü. Bu dəfə də Allaha görə mehriban ola bilərəm. O sincaba bir peçenye verdi. Qarğa yenə narazı halda mızıldandı, amma heç nə demədi. Sincab təşəkkür edib dedi. Sağ ol, balaca ayı, uşaqlarım indi çox sevinəcək. Balaca ayı təpəyə tərəf yoluna davam etdi. Yol boyu tülkü, qarağat və bildirçinlə qarşılaşıb hər birinə bir peçenye verdi. Səbəti çox yüngülləşmişdi. İndi səbətdə neçə peçenye qalmışdı? Cəmi 2 dənə. Qarğa narahat halda səbətə baxıb dedi. Bu peçenyelər Allah üçün çox azdır. Yaxşısı budur ki, bu ikisini də özümüz yeyək. Balaca ayı səbəti başından endirib peçenyelərə baxdı. Sonra qarğaya və yenə peçenyelərə baxdı. Peçenyelerin ətri burnuna doldu. Mədəsi quruldadı. Düşündü. Özümüz yeyəkmi? Bu vaxt güclü yağış başladı. Qarğa və balaca ayı ağacın altına qaçıb gizləndilər. Bir neçə çöl siçanı da ağacın altına qaçıb onların yanında dayandı. Siçanlar islanmışdı və titrəyirdi. Birdən siçan balası dedi. Ana, mən acam. Digər balalar da səsləndi. Mən də, mən də, mən də. Balaca ayı peçenyələrinə baxıb ah çəkdi. Amma sonra gülümsəyib dedi. Qarğa düz deyir. Bu 2 peçenye Allah üçün çox azdır. O peçenyeləri bir neçə hissəyə böldü və dedi. Buyurun, yeyin. Qarğa tez irəli gəlib ən böyük parçasını götürdü.
Siçanların hər biri bir parça aldı və təşəkkür etdi. Bir parça da balaca ayıya qaldı. Amma o, onu yemədi. Sadəcə mədəsini sığallayıb dedi: "Sakit ol." Yağış kəsildi, siçanlar və qarğa sağollaşıb getdilər. Balaca ayı səbətini başına qoyub yuvasına qayıtdı. Yolda kirpinin yanına baş çəkdi və ona hər şeyi danışdı. Kirpi dedi: "Afərin, balaca ayı, səni qucaqlamaq istəyirəm, amma iynələrim var." Balaca ayı gülümsədi və sonuncu peçenyeni kirpiyə verdi. Sonra biraz narahat halda soruşdu: "Sən əminsən ki, Allah mehribanlığı peçenyədən daha çox sevir?" Kirpi ağzı dolu halda başını tərpətdi. Peçenyeni udub dedi: "Bu çox dadlı idi. Allah səndən razı olsun." Bəli, əziz balalar, mehribanlıq çox gözəl keyfiyyətdir. Kəpənəyin ad günü. Bir gözəl bağçanın küncündə böyük bir ad günü şənliyi keçirilirdi. Hər tərəf rəngbərəng qonaqlarla dolmuşdu. Qızılgül, yasəmən, kəpənək, bal arısı, iynəc və bir çox başqa təbiət gözəllikləri. Bu şənlik bir kiçik kəpənək üçün təşkil olunmuşdu. Çünki o, bir saat əvvəl öz kozasından çıxmışdı və yeni dünyasını kəşf etməyə başlamışdı. Kəpənək ətrafı heyrətlə seyr edir və yeni dostları ilə tanış olurdu. Daha ilk gündən onun həyatı gözəl hədiyyələrlə dolmuşdu. Qızılgül ona üzərində dincələ biləcəyi incə bir ləçək hədiyyə etdi. Yasəmən öz ətrindən bir flakon gətirdi. Kəpənək onun qanadlarındakı dairələri rəngləmək üçün şanapipikdən qızılı boya aldı. Bal arısı isə ən gözəl balı ilə qonaqları qonaq etdi. İynəc də ən gözəl mahnısını oxuyaraq şənliyi daha da gözəlləşdirdi. Ad günü şənliyi çox rəngarəng və əyləncəli idi. Amma birdən qalın bir tüstü hər şeyi məhv etdi. Hər tərəf dumanla doldu. Hamı öskürməyə başladı. Kəpənəyin vəziyyəti ağırlaşdı. Qızılgül nəfəs ala bilmirdi. İynəc vəziyyəti öyrənmək üçün uzağa getdi. Amma çox keçmədən başı gicəllənib yerə yıxıldı. Bal arısı kəpənəyi tüstü arasından çıxarmağa çalışdı. Şənlik yarımçıq qaldı və hər kəs qorxuya düşdü. Amma təxminən yarım saatdan sonra tüstü azaldı və qonaqlar rahat nəfəs ala bildilər. Hamı düşünürdü: kim bu qədər məsuliyyətsiz olub bizim sevincimizi belə məhv etdi? Daha sonra məlum oldu ki, bu qədər fəlakət bir nəfərin siqaret kötüyünü tam söndürmədən yerə atması nəticəsində baş verib. Bütün bu narahatlığa baxmayaraq, çiçəklər və böcəklər heç kimə qarğış etmədi. Onlar sadəcə Allaha şükür etdilər ki, bu siqaret kötüyü kimsəyə xəsarət yetirməyib və heç kəsi yandırmayıb. Çünki çiçəklər, kəpənəklər və digər təbiət varlıqları mehriban və mərhəmətli ürəklərə sahibdir. Amma insanlar bəzən özlərini ən üstün sanıb təbiətə böyük ziyan verirlər. Əziz balalar, gəlin təbiətə, ağaclara və heyvanlara zərər verməyək. Ətrafımızda kiminsə təbiətə zərər verdiyini görsək, onu xəbərdar edək və bu davranışa mane olaq. Təbiət bizim ən böyük nemətimizdir. Onu qorumaq hər birimizin borcudur. Bu mənim günahımdır. Kiçik bir siçan bilirdi ki, evdə top oynamaq olmaz. Amma o və balaca qardaşı siçan balaca yeni plastik toplarını sınamaq istəyirdilər. Onlar düşünürdülər ki, görəsən bu top o qədər yüksək sıçrayacaq ki, tavana çatsın. Siçan dedi: "Mütləq bunu sınamalıyıq, amma təkcə bir dəfə." 3, 2, 1. Top havaya qalxdı və tavana dəydi. Amma yerə düşəndə yenidən sıçradı və düz anasının sevimli sarı güldanına tərəf getdi. Çart! Siçan qorxudan rəngi ağardı və qışqırdı. Vay, yox! O qardaşına dedi. Tez ol, tez ol, anamız gəlməmişdən əvvəl qırıqları yığmalıyıq. Amma siçan balaca yerindən tərpənə bilmirdi. Çünki böyük bir su hovuzunun içində qalmışdı. Siçan qardaşını sudan çıxardı və hisslə dedi. Mənim bəxtim nə qədər pisdir.
Hər bəla məni tapır. Siçan dəsmal gətirib qardaşını quruladı. Gülləri bir qaba qoydu və şüşə qırıntılarını yığmağa başladı. O qırıntıları yığıb çarpayısının altında gizlətdi. Düşünürdü. Anam bilsə çox əsəbləşəcək. Yəqin bizə dadlı pendir verməz. Ya televizora baxmağımıza icazə verməz. Amma daha ağır cəza ağlına gəlmirdi. Öz-özünə dedi. Anama heç nə deməyəcəyik. Amma o soruşsa Güldan hardadır? Nə deyəcəyik? Onlar düşüncələrə daldılar. Birdən Siçan dedi. Tapdım. Anama deyəcəyik ki, oğru gəlib Güldanı aparıb. Amma oğru sözü onları qorxutdu. Siçan dedi. Yox, bu da yaxşı fikir deyil. Daha yaxşı yalan tapmalıyıq. Bu zaman ana Siçan mətbəxdə alış-verişdən gətirdiklərini yığırdı. Siçan balaca sakitcə içəri girib incə səslə dedi. Ana, sənə pis bir xəbərim var. Amma söz ver ki, çox hirslənməyəcəksən. Ana Siçan cavab verdi. Sən o qədər kiçiksən ki, sənə əsəbləşə bilmərəm. Siçan balaca hadisəni danışdı. Amma böyük qardaşı Siçanın adını çəkmədi. Ana Siçan dedi. Mənim sevimli Güldanım tamamilə sınıb, yoxsa sadəcə çatlayıb? Siçan balaca dedi. İndi gətirirəm. Biraz sonra hər ikisi Güldanın qırıntılarını gətirdilər. Siçan təəccüblə və narahatlıqla dedi. Siçan balaca sizə hər şeyi tam danışmayıb. Topu Güldana mən vurdum. Başını aşağı salıb əlavə etdi. Mənə çox üstləndiniz. Ana Siçan cavab verdi. Yox, amma çox kədərləndim. Daha yaxşı olardı ki, əvvəlcədən hər şeyi özün danışaydın. Mən o Güldanı çox sevirdim. Siçan dedi. Bəlkə Güldanı yapışdırıb düzəldə bilərik. Hamısı birlikdə Güldanın qırıntılarını yapışdırmağa çalışdılar. Amma o əvvəlki kimi olmadı. Siçan dedi. Artıq güllər üçün istifadə edə bilmərik, çünki su axıb gedir. Bəlkə başqa bir işə yarayar. Siçan şokolad gətirib dedi. Bu Güldanı şokolad qabı edə bilərik. Ana Siçan gülümsəyib dedi. Bu çox yaxşı fikirdir. Hamısı gülüşdü və Siçan balaları anladılar ki, ailədən heç nə gizlətmək olmaz və həqiqəti danışmaq ən yaxşı yoldur. Axsaq dəvə. Bir zamanlar geniş bir səhrada digər dəvələrdən fərqli olan bir dəvə yaşayırdı. Bu dəvə axsayaraq yeriyirdi. Bir gün o gördü ki, səhrada böyük bir həyəcan var. Başqalarından soruşdu. Nə baş verib? Bir dəvə dedi. Qaçış yarışı keçiriləcək. Axsaq dəvə heç düşünmədən bu yarışda iştirak etmək qərarına gəldi və adını yazdırmağa getdi. Onun dostları bu qərarı eşidəndə çox təəccübləndilər. Axsaq dəvə onların təəccübünü görüb dedi. Niyə təəccüblənirsiniz? Niyə mənə belə baxırsınız? Mən cəld və güclü bir qaçanam. Yarışı qazanacağıma əminəm. Dostları narahat idilər ki, yarışda ona zərər dəyə bilər. Nəhayət, yarış günü gəldi. Bütün iştirakçılar yerini aldı. Amma hamı axsaq dəvəni görüb ona güldü. Axsaq dəvə isə sakitcə və gülümsəyərək dedi. Yarışın sonunda kimin ən yaxşı olduğunu görərsiniz. Tələsməyin. 3, 2, 1. Bütün dəvələr ildırım sürəti ilə qaçmağa başladılar. Axsaq dəvə isə ən axırda asta-asta qaçırdı. Yarış marşrutu bir təpənin üzərindən keçib geri qayıtmaq idi. Marşrut çox uzun idi və bütün dəvələr yorulmuşdular. Gənc və sürətli dəvələr təpəyə tez qalxmışdılar, amma onlar da yorulub dayanmalı oldular. Bəziləri isə hətta yerə uzanıb dincəlməyə başlamışdı. Axsaq dəvə isə sakit və səbirli şəkildə irəliləməyə davam etdi. Hər çətinliyə dözərək təpəyə qalxdı. Təpədən aşağı düşəndə yorğun dəvələr onun gəldiyini gördülər. Onlar təəccüblə onun arxasınca qaçmağa çalışdılar. Amma artıq gücləri yox idi. Hamı böyük heyrətlə gördü ki, axsaq dəvə hamıdan əvvəl finiş xəttinə çatdı və yarışı qazandı. Əziz uşaqlar, bu hekayə bizə öyrədir ki, əzm, səbir və inamla hər bir çətinliyi dəf etmək və uğur qazanmaq mümkündür. Hər kəs öz gücünə inanmalı və başqalarının nə dediyinə aldanmamalıdır.
balaca Denni. Biri var idi, biri yox idi. Allahın mərhəmətindən başqa heç nə yox idi. Uzaq bir meşədə şən meymun ailəsi yaşayırdı. Onlar çox xoşbəxt bir ailə idilər. Ata meymun budaqdan budağa tullanır, ən şirin və dadlı meyvələri seçib ailəsinə gətirirdi. Ana meymun isə evdə balaca körpələri Denniyə baxırdı. Denni o qədər balaca idi ki, nə meyvə yeyə bilirdi, nə də özü yeriyə bilirdi. Buna görə də həmişə anasının yanında yatırdı. Beləcə günlər keçir. Denni də yavaş-yavaş böyüyürdü. Artıq özü yeriyə və meyvə yeyə bilirdi. Ata hər gün meyvə yığmağa gedir, ana isə evdə təmizlik işləri edirdi. Denni də dostları ilə oynayır və meşə haqqında çox maraqlı şeylər öyrənirdi. Bir gün anası ona dedi: "Mənim əziz oğlum, mən səni çox sevirəm. Atam da səni çox sevir. Tezliklə bizim ailəmizə balaca bir qonaq gələcək. Biz səni də, onu da çox sevəcəyik." Denni çox sevincli və həyəcanlı idi. O anasına söz verdi ki, körpəyə baxmaqda ona kömək edəcək. Bir neçə ay sonra körpə dünyaya gəldi. O çox balaca və şirin idi. Ana çox vaxtını kiçik körpəyə baxmaqla keçirirdi. Onu qucaqlayır və gecələr yanında yatırdı. Ata isə hər gün çoxlu meyvə ilə evə gəlir. Yorğun olsa da həmişə Denni və kiçik bacısının yanına gedib onlarla birlikdə oynayırdı. Amma Denni kiçik bacısının olmasından çox məmnun değildi. Onu sevsə də ailənin yeganə uşağı olmaq istəyirdi. O kədərlənmiş və biraz əsəbləşmişdi. Düşünürdü ki, niyə ana həmişə kiçik bacısı ilə vaxt keçirməlidir? Bir gün anası oğlunun xoşbəxt olmadığını gördü. "Denni, səni nə kədərləndirir? Mənimlə danışmaq istəyirsən?" Denni əvvəlcə heç nə demək istəmirdi. Bu barədə danışmaq asan değildi. Amma anası onu çox sevirdi və onunla danışmaq istəyirdi. Nəhayət, Denni anasına dedi ki, yeni körpə ilə bağlı yaxşı hisslər keçirmir. O dedi: "Mənə elə gəlir ki, siz məni əvvəlki kimi sevmirsiniz. Həmişə kiçik bacımla birlikdəsiniz. Yəqin ki, onu məndən çox sevirsiniz." Ana onu qucaqladı və dedi: "Deməli, buna görə kədərlisən." Denni heç nə demədən başını tərpətdi. Ana izah etdi: "Denni, biz sizin ikinizi də çox sevirik. Mən bacını qucaqlayıram və ona baxıram. Bu ona görədir ki, o hələ sənin kimi böyük və güclü deyil. Körpələr analarının köməyinə və diqqətinə ehtiyac duyurlar ki, böyüyüb sənin kimi güclü olsunlar." Sonra ana ailə albomunu götürdü və dedi: "Gəl bura, otur dizimə. Sənə bir neçə şəkil göstərəcəyəm." Ana albomu açdı və Denniyə çoxlu şəkillər göstərdi. Şəkillərdə bir körpə anasının qucağında idi. Amma o körpə kiçik bacısı değildi. Denni soruşdu: "Bu körpə kimdir?" Ana dedi: "Bu sənsən, əzizim." Denni şəkillərə baxaraq təəccübləndi. O da bir vaxtlar eynən bacısı kimi balaca bir körpə imiş və anasına ehtiyacı var imiş. Denni gülümsəyərək dedi: "Mən indi böyük olmuşam. Yeriyə, yemək yeyə və tək yata bilərəm." Ana dedi: "Doğrudur, əzizim." Denni dedi: "Mən kiçik bacımı sevirəm və sizə yenə kömək etmək istəyirəm. Nə vaxt köməyə ehtiyacınız olsa, mənə deyin, anacan." Ana onu qucaqlayıb öpdü və dedi:
Mən səni həmişə və sonsuza qədər sevəcəyəm, mənim əziz balam. Bəli, əziz balalar, bu sevgi dolu nağıl yeni ailə üzvlərini qəbul etməyi və bir-birimizə kömək etməyi öyrədir. Və əgər biz özümüzü narahat, kədərli hiss etsək, bunu anamızla bölüşməliyik ki, bizə doğrusunu başa salsın.